Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir asan toxunan, həm də çox gözəl görünən bir naxışın toxunmasını istəyirəm göstərim. Toxunması da çox asandır, özü də çox qəşəng görünür. Bundan da ki, papaq, jilet, ceket, nə istəsəz uşaq ədyalına, hər şeyə gedən bir naxışdır. Bunu dörd götürürük ilmələrin. Mən də rezinka hissəsini bir tərs bir düz toxumuşam. Kimin ürəyi necə istəyir, hələ də toxuya bilər. Mən də bunu qısa formada toxuyacağım. Burada 4, 4, 4, 4, 4. 1, 2, 3, 4, 5. 5 dəfə 4, 20 ilmək. 20 ilmək götürəcəm bura, milimin üstünə. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ilmək götürdüm milə. Buradan da bir düğünləyirəm bunu. Artığı da kəsirəm. Maneçilik eləməsin. Ona görə bunu kəsirəm. İndi bu üzdən düz üzüdür. Mən bir sıra tərs toxuyacağım. Birinci ilməyi də toxuyuram. Birinci sıra olduğuna görə. Bu ilməkləri də hamısını tərs toxuyuram. Axırıncı ilməni də tərs toxudum. İndi burada arxa üzüdür. Arxa üzündən də bir sıra tərs toxuyuram. Düz dayansın, toxuyanda əyilməsin ona görə. İndi düz üzdən ilməkləri buradan tərs toxuyuram ilməkləri. 4 ilmək. 2, 3, 4 ilmək tərs toxudum. 4 ilmək də düz. 1, 2, 3, 4. Yenə 4 tərs. 2, 3, 4. Yine 4 düz. 2, 3, 4. Yəni ilməkləri hamısının 4 düz, 4 tərs toxuyuruq. Axıra qədər. İndi arxa üzdən hamısını tərs toxuyuram.
İndi bura düz üzüdür. Düz üzündən yenə 4 tərs toxuyuram. 2, 3, 4. 4 tərs toxudum. Bu ilməkləri indi bu ortadakı ilməyi qıraqdakı 2 ilməyin yerini dəyişirəm. Düz də toxuyuram. Burada da buradan götürürəm arxa tərəfdən. Elə bil ilməklərin birini sağa, birini də sola tərəf dəyişirəm ilməkləri. Düz toxuyuram. Ortadakı ilməklər düzdür. Buradakı bu ilməklər 4 tərsi yenə toxuyuram. 3, 4. Burada yenə də bu kənardakı 2 ilməyin, 2 düz ilməyin yerini dəyişirəm. Düz toxuyuram. Bu kənardakı 2 ilməyi də yenə yer dəyişirəm sola tərəf. Kənardakı 4 ilməyi də yenə tərs toxuyuram. Arxa üzdən yenə hamısını tərs toxuyuram. İndi bura düz üzüdür. Düz üzdən yenə kənardakı 4 ilməni tərs toxuyuram. Bu düz ilməkləri qaytarıram yerinə. Elə bil indi içəri tərəf dəyişirəm. Bu tərəfdəkində yerini dəyişirəm ortaya. Ortadakı 4 ilməni yenə tərs toxuyuram. Bunları yerini yenə dəyişirəm ortaya. Kənardakı ilməni ortaya. Ortadakı ilməni isə kənara tərəf. Buranı da elə. Bunun birini sağa, birini sola. Ortaya da yəni. Əvvəl kənarlara tərəf çevirdim, indi ortaya. Kənardakı ilməkləri də 4'ünü tərs toxuyuram. Arxadan yenə hamısını tərs. Arxadan heç bir dəyişiklik olmur. İlməkləri hamısını tərs toxuyuruq. Bütün sıralarda.
formada. Yenə də eyni şeyi təkrar edirik. Elə bil birinci sırada bunları dəyişirik kənara, ikinci sırada kənardan ortaya. Formada bir naxışa alınır. Belə. Sağ olun, gələn videomda görüşənə qədər.